Hər vaxtınız xeyir dostlar. Bilirəm ki, bir ildən çox müddətdir ki, görüşmürük. Buna baxmayaraq dərslərimizə olduğu yerdən davam edirik. Ən son videoda qeyd etmişdim ki, növbəti dəfə matrisalı proqramlar şəklində, üçlü proqramlar şəklində öyrənəcəyik və budur başlayaq. Deməli, matrizamıza ilk portret hissəsinə baxırıq. Doğum günümüzü ifadə edən zonanı portret olaraq adlandırırıq matrizada və bizim əsasən xarici görünüşümüzü, yəni kənardan bizi necə görürlər və bizim vizit kartımız. Vizit kartı deyərkən biz yəni özümüzü necə təqdim edirik. Xarici görünüş deyərkən xarakterik olaraq özümüzü necə təqdim edirik və yaxud da ki bizi necə görürlər. Bu ifadələr bu portret zonasına aiddir. Bizim bu üçlü proqramda gördüyümüz nədir? 17 bizim doğum günümüzdür. Yəni hazırki matrisada Nasivin doğum günüdür. Nasiv kəlməsi də ümumiyyətlə çox istifadə olunacaq. Yəni xəritəsindən baxılan şəxs və ya da ki matriks cədvəlinə baxılan şəxs Nasiv olaraq qeyd olunacaq. Nasivin doğum günü ayın 17-sidir. Ondan sonraki gələn bu tünd göy rəngdəki enerji onun uşaqlıq enerjisidir. Nasiv necə böyüyüb? Məsələn, biz 7-ci enerjidən görürük ki, aktiv bir insan olubdur. Növbəti mavi, açıq mavi rəngdə olan enerji isə Nasivin valideynləri ilə münasibəti, yəni enerjisidir və əsasən femin enerji olaraq təqdim olunur və ümumilikdə demək olar ki, buradakı enerjiyə Nasivin anası ilə olan münasibəti. Yəni əsasən anası uşağına necə davranıb? Belə deyək. Gələcəkdə də bizim bir valideyn olaraq da rolumuzu ifadə edir. Məsələn, deyək ki, bu sizin matrisa xəritənizdirsə, gələcəkdə daha çox siz 8 enerjiləri, ədalət enerjiləri üzərində bir valideyn olacaqsınız. Təbii ki, bu enerjilərin mənfisi, müsbəti və hipermüsbəti, yəni həddən artıq çox müsbəti halları var. Nasivin portretində biz 17-7-8 proqramını görürük. Bu proqram eksklüziv proqramıdır. Bu proqramın əsas göstəricisi, yəni müsbətdə əsas göstəricisi odur ki, şəxsin yaradıcı potensialı hədsiz yüksəkdir. İstər uşaqlıqda, istər yeniyetmə dövründə, istər yetkinlik dövründə bu şəxsə həmişə yaradıcı insan kimi baxılacaq. Məsələn, fikirlərində çox yenilikçi ola bilər və yaxud da ki, yanaşmalarında çox yaradıcı ola bilər. Məsələn, yeni bir iş yerinə gəlibsə, həmişə belə müəyyən bir ənənəvi formatda davam edirsə, bu insan özünün lap kiçik səviyyəli işçi olsa da belə, özünün təsir dairəsində yaradıcı yanaşmasını irəli sürəcək. Bir mənalı ki, onun portreti bunu deyir və nəzərə alırıq ki, burada duran enerjilər bizim əsasən müsbət enerjilərimizdir. Yəni mənfiyə də təbii ki, yönəldə bilərik. Nə qədər negativ yaşamalıyıq ki, və ya da nə qədər həyatımızı uğursuz səhvlərlə dolu eləməliyik ki, bizim əvvəldən müsbət olaraq verilmiş enerji mənfiyə keçsin. Amma yenə də insan elə bir varlıqdır ki, o bunu da belə bacarır. Yəni ona onsuz da müsbətdə verilmiş enerjini götürüb mənfi eləyə bilir. Mənfi halda isə bu enerjinin ulduz xəstəliyi olur. Çünki 17-ci enerji bizdə ümumiyyətlə ulduz enerjisidir. 7 hərəkətlilik, 8 də status, ambisiyalar, məqsəd qoyub məqsədə mütləq çatmaq, fərqli bir üslub, çox duru bir ağıl, yəni soyuq bir ağla sahib bir 8 və düşünün bu enerjilər üçü birləşəndə eksklüziv proqramına ulduzun hərəkətli və olduqca statuslu və soyuq ağılla ifadəsi. Proqramın adını ümumiləşdirsək bunu belə deyə bilərik. Mənfidə ulduz xəstəliyi ola bilər bu insanda, status sevdası ola bilər. Bu insanın gözü həmişə yüksəkdir. Nə qədər çox vəzifə qazansa da yüksəkləri istəyəcək. Əgər müsbətdə peşə sahəsində bir peşəkarlığı, masterliyi, yəni ustalığı varsa, mənfidə peşəkar qabiliyyətsizlik xüsusiyyətləri ortaya düşəcək. Nativ bir yerdə qala bilmir. Bir bacarığı dərinləşdirə bilmir. Növbəti proqramımıza keçirik. Nəzərə alaq ki, biz birinci şəxsi kvadratlardakı üçlü proqramları öyrənəcəyik. Daha sonra isə nəsil kvadratlarındakı üçlü proqramları öyrənəcəyik. Deməli, növbəti proqramımız 5, 19, 14 proqramıdır. Ənənəvi qaynaqlarda zənginlik, varlılıq və ya milyonerlik proqramı olaraq təqdim olunur. 5 doğruluq, dürüstlük, adət ənənələrə sadiqlik, 19 olduqca yaradıcı və olduqca zənginlik günəş enerjisidir. Çünki günəş enerjisi həmişə qızılla assosiasiya olunur. Qızıl da varlılığın simvoludur. Nəzərə alaq ki, bir çox beynəlxalq məzənnələrin arxasında məhz qızıl metalı durur. Çünki qızıl metalının günəşlə əlaqəsi var. Bu ezoterik tərəfləri maddi dünyamıza təsiri çoxdur. Yəni təsadüfən varlılığın təmsili qızıl deyil. Yəni bu məqsəd yönlü şəkildə belədir. Çünki günəşi təmsil edən, günəşi bu dünyada, maddə dünyasında təmsil edən metal qızıl metalıdır. Və 19-cu enerji hansı şəxsin müsbət proqramında durursa, orada əsasən zənginlik, karmik bir izdir. Əgər mənfidədirsə, biz burada görürük ki, eyni proqram burada mənfilərdə də var. Həm nəsil kvadratında, həm şəxsi kvadratda. Bu deməkdir ki, şəxsin nəslində varlılıq olub və ya varlılıq müəyyən dərəcədə itirilib və şəxsi kvadratında da bu arada bu var. Yəni özünün də keçmişində varlıqla əlaqəli bir məsələsi, neqativ bir məsələ təcrübəsi olubdur. Amma
biz görürük ki eyni proqram onun müsbətində də var. Yəni bu insan keçmiş həyatında da varlı olub. Keçmiş həyatında da varlılıqla əlaqəli enerjilərlə sıx olub. Hətta bu onun yuxarı müsbət enerjilərinə gedir. Çünki bu sahəni, bu zonanı biz əsas istedadlarımız zonası olaraq dəyərləndiririk. Çünki sırf bu enerji bizim doğum ayımızdır. Bizim əsas istedadımızı göstərir. Buradakı enerji şuuraltımızı göstərir. Nativin şuuraltısında zənginlik enerjisi var. İnsan cibində az pulda olsa gedib bazarda ən yaxşısını alır. Gedib marketdə ən yaxşısına əl uzatır. Nativin özünün şuuraltısında bir toxluq var, bir çoxluq var, bir varlılıq var. Onun enerjisi də buradakı enerjide bizim özümüzün ifademiz, yani yaratıcılığımızı ifade tərzimiz. Biraz əvvəl demiştim ki, buradaki enerji, yani bu horizontal xətt dünyəvi xətti göstərir və əsasən anamızın bizlə olan münasibətidir. Burada isə yaradıcı tərəfimiz olan atamızın bizlə olan münasibətləri də buradan görmək olar. Ümumiyyətlə matrisalarda güzgülü matrisa anlayışı deyə bir şey var. Eyni enerjiləri və yaxud da eyni üçlü proqramları matrisanın müxtəlif yerlərində dəfələrlə təkrarlanır. Cari matrisaya fikir versək, eyni proqram tam olaraq 4 yerdə təkrarlanır. İstedadlar şəklində, sağlamlıq və pul kanalı hissəsində, atadan gələn maddi, dünyəvi karma, yəni dünyəvi mənfi karma, bir də şəxsin özünün maliyyə karmasında. Nativ keçmiş həyatında və ya həyatlarında zənginliklə sıx əlaqəli olub, lakin zənginliyini itirərək müflisləşib. 4 dəfə təkrarlanan üçlü proqramının 3-ü horizontal xəttdən aşağıdadır. O deməkdir ki, tam olaraq mənfidir, ziyanda yaşadığı və keçmiş həyatlarımızdan ziyan olaraq gətirdiyi bir şeydir. Yəni insan özü varlı olmağın yolunu çox yaxşı bilir və çox yaxşı da olub, müsbət tərəflərini yaşayıb. Amma müəyyən hadisələrin gedişatında 5 enerjilərindən 19 və 14 enerjilərindən ya suyu istifadə edib, ya hansısa çox vacib məqamları unudub, təkrarlayırıq ki, eyni enerjilər nativin burada müsbətində də var. Ona görə də faktiki olaraq bu şəxs üçün bu mənfidə təkrarlanan bu enerjilərini müsbətə çıxartmaq olduqca asandır. Yəni qısa məişət dilində desək, bu insan nə qədər pulsuzluq, nə qədər kasıblıq yaşasa da çox rahat zəngin ola bilər. Çünki nativin özünün keçmiş həyatında istedad şəklində gətirdiyi bilgi var. Əgər bir 5-in mənfisi bu nativdə varsa, 5-in müsbət tərəfi də bu nativdə var. Ümumiyyətlə bu tipli təkrarlanan proqramları olan matrisalar həm sanki göylərin insana olan inayətidir, həm də sanki göylərin insana olan belə cəzasıdır. Sən bir şeyin doğru yolunu bilirsən, amma səhv gedirsən və ya da ki, bunu səhv getmisən. Mənfisi odur ki, necə ola bilər ki, məndəki bu güc ola mən onu mənfiyə çıxartmışam. Müsbət tərəfi də odur ki, hər nə qədər mən bunu mənfiyə çıxartsam da, məndə kifayət qədər resurs var ki, mən onu müsbətə çıxara bilim. Bir əlavə də edim ki, Nasibə bu müflisləşmə proqramı ümumiyyətlə ata nəslindən gəlib. Ata nəslində varı olub, varı əlindən alınan və ya müflisləşən kimsə də var. Şəxsin özünün şəxsi karmasında da bu var. Müflisləşmə enerjisi. Ata nəslində də bu var. Ona görə bu şəxs bu nəslə gəlib ki, məhz özündəki bu məsələni həll etsin. Şəxsi kvadratla nəsil kvadratı üst-üstə oturur və biz burada 8 güşəli bir matrisa alırıq. Bu demək ki, biz təsadüfən hər hansı bir nəslə gəlmirik. Və bizim karmamız nəslin karması ilə üst-üstə düşür ki, biz faktiki olaraq bu nəslə gəlirik. Növbəti üçlü proqram şəklində oxuduğumuz karmik quyruq proqramı olacaq. Karmik quyruq proqramımızda 9918 magik bilgilərin daşıyıcısı proqramıdır. Nasif keçmişində, keçmiş həyatında gizli bilgilərin sahibi olub. Gizli bilgiləri istifadə edib. Lakin bunu niyə mənfidə bu həyata gətirib? Çünki ola bilsin ki, bu gizli bilgiləri kiməsə ziyan vermək üçün istifadə edib və ya bu gizli bilgiləri kimlənsə paylaşmayıb. Magik bilgilər deyəndə qadağan olunmuş bilgilər nəzərdə tutulur. Təbii ki, təkcə o nəzərdə tutulur. Bilgi anlayışı ümumiyyətlə çox genişdir. Məsələn, o dövrdəki, keçmiş həyatındakı elmlə əlaqədar, tərəqqi ilə əlaqədar bir bilgilər ola bilər. Və bunu çox gizli saxlayıb. Çünki 9-un mənfisi o deməkdir ki, şəxs ya gizli bilgiləri mənfiyə doğru istifadə edib, ya da gizli bilgiləri kim iləsə paylaşmayıb. Bu yeganə proqramdır ki, karmik quyruğunda bu proqram olan şəxs mütləq mərkəzində də bu proqram var. Şəxsin keçmişində magik bilgilərlə əlaqəli yarımçıq karması varsa, mənfi bir yarımçıq karması varsa, o mütləq təkrarən bu dünyaya eyni karmanı yenidən yaşamağa, bilgilərini paylaşmağa sövq edən bir karmik borcla bu dünyaya doğulur. 9-cu enerjinin müsbəti nədir? Müsbəti odur ki, bilgilidir, müsbəti odur ki, çox sakitdir, müdrikdir, bildiyini dərin bilir. Mənfisi odur ki,
İnsanlardan qaçır, ünsiyyətdən qaçır, dostları olduqca azdır. Hətta demək olar ki, yoxdur. İnsanlarla ünsiyyətdə maraqlı deyil. Məsələn, deyə bilərsiniz ki, o halda necə ola bilər ki, bu insan kütlələrə xitab eləsin və ya ki, hər hansı bir kurs yeri açsın? Çünki bilgi ötürmək insanlarla əlaqədə olmaq deməkdir. Bir düşünün 9-un mənfisi isə ki, faktiki matematik xəritədə bu var. -9 artıq təbiətdən buna verilib. Bundan heç nə edə bilməz. Sadəcə olaraq bu 9-cu enerjinin və mənfi təsirlərindən mümkün qədər uzaqlaşmalıdır. Həyatımızda mənfi yaşadığımız enerjiləri müsbətləşdirə bilməyəndə özümüzdən sonraki qan nəslinə, yəni evladlarımıza bu enerjilərin mənfi təsirlərini və DNK kodumuzda mənfi olaraq qeyd olunur və o ərəfədə uşaq sahibi olmusansa, təbii ki, evladına da bu mənfi kodları ötürəcəksən. 9-cu enerji bilginin daşıyıcısı zahid proqramıdır. 5-ci enerjidə ruhsal bilgilərin yaradıcısı, ənənələrin daşıyıcısı enerjisidir. 9 və 5-ci enerjiləri vurğulu olan bir matrisada nativ mütləq bir müəllim, bir bilgisini ötürən bir bilgə təcrübəsini yaşamalıdır. Bu demək deyil ki, məktəb müəllimi və ya da universitet müəllimi olmalıdır. Xeyr, çünki biz burada baxırıq ki, Nasibin kifayət qədər aktyorluq qabiliyyətləri də var və ya biznes qabiliyyətləri də ola bilər. Məsələn, buradakı istedadlar proqramına görə. Və hər hansı bir sahə olursa olsun fərqi yoxdur. Biznesmen də olsa o bir müddətdən sonra, bir yerdən sonra mütləq bu bilgiləri kiməsə vermək istəyəcək. Çünki zaten maliyyə proqramında odur. Mütləq bu bilgiləri kurs şəklində kiməsə təqdim eləmək istəyəcək. Əgər məsələn desək ki, Nasif incəsənət adamıdır, mütləq bir vokal məktəbi açacaq. Canında, qanında, o damarında bilgi ötürmə enerjiləri duran istənilən bir şəxsin məktəb açma, bir bilgi ötürmə mərkəzini açma istəkləri həmişə olacaqdır. Fərqi yoxdur. Bu insan şəhərdə də yaşasa, kənddə də yaşasa, kiməsə nəsə ötürəcək. Gələk nəsil kvadratındakı proqramlara. 22-8-4 proqramı sistemə hayqırı. Proqramın adı belədir. 22-ci enerji görürük. Burada tərhək enerjisi. Amma biz bunu yalnız mənfi mənada deyil, çox müsbət mənada da istifadə edə bilərik. 22-ci enerji kifayət qədər saf başlanğıc enerjisidir. Ona görə də adının tərhək olmağına baxmayaraq enerjinin saf halı ən təmiz halının təmsilçisidir. 4 enerjisində imperator enerjiləri görürük. Bu güc, strukturluq, düzənlilik, disiplinlik və bir də 8. 8-ci isə ədalət enerjisidir. Yəni üst düzən, üst strukturluq enerjiləridir. Üçlü proqramlarda enerjilərin duruş şəklinə mütləq fikir veririk. Böyük dairələr mütləq həmişə kiçik dairələrə təsir göstərir. Bu iki çox güclü və çox strukturlu enerjilərə gəlir 22 çox böyük şəkildə təsir göstərir. Yəni onları yumşaldır və yaxud da onları əks formata çevirir. Əgər 4-də, əgər 8-də tam sistemlilik, qaydalılıq, tam düzənlilik, disiplinlik təmsilçisinizsə, 22 onların tamamilə əksidir. 22 düşünün heç bir qayda, düzən, heç bir mənəvi şablonlar tanımır. Tanımadığına görə də sanki 22-də o sonsuz bir azadlıq enerjisi var. İndiyənə kimi nəsildə hamı belə eləyibsə, bu şəxs fərqli şəkildə bunu eləyəcək. İndiyənə kimi hamı nəsildə müəllim olubsa, məsələn, bu şəxs həkim olacaq. Hamı həkim olubsa, bu şəxs aktrisa olacaq. Nəzərə alın ki, verilən nümunələr şərtidir. Enerjiləri doğru anlatmaq üçün istifadə olunur. Ana nəslindən alınan ruhsal müsbət proqram kanalında biz nə görürük? 10-cu, 11-ci və 19-cu enerjiləri görürük. 19 və 11-ə ən çox təsir edən 10-cu enerji çarxı fələk enerjisidir. Dünyanın dönüşünə dair ən fəlsəfi enerjidir. Yəni bu dünya əbədən var ikən çarxı fələk enerjisi həmişə aktiv olacaq. Bu arada çarxı fələk enerjisi həm də inanclı bir enerjidir. Yəni, onu yuxarıda olan insanlar və ya müsbət yaşayan insanlar olduqca inanclı insanlar olurlar. Müxtəlif yönlü maraq, çünki 19-cu enerjini günəş enerjisindən görürük. Səbir və əzmkarlıq 11-ci enerji olduqca zəhmətkeş və əzmkar bir enerjidir. Burada bu şəxsin zəhmətkeşliyə meyilliyi mümkün deyil ki, olmasın. Enerjilərin özünün şəxsi xüsusiyyətləri birləşərək üçlü proqramın xarakterini təqdim edir. Proqramın müsbətdə xarakteri odur ki, yaşam müdrikliliyi verilir, şəxsi əzmkarlıq verilir, müxtəlif yönlü maraqları olur, etibarlı bir zəminə, həyat zəmininə sahib olur. Videonun əvvəlində atanın maddi dünyadakı mənfi DNK kodlarına dair kifayət qədər məlumat verilib, ona görə təkrar getməyəcəyik. Sadəcə olaraq bir məsələni qeyd etmək istəyirəm ki, biz həmişə daha böyük dairədə olan enerjini xüsusilə vurğulamalıyıq. Əgər burada proqramda məsələn 5 enerjiləri hakimdirsə, bu digər 14-19-cu enerjilər 5 enerjisi daha çox təsir edirsə, proqramın bu şəkildə olan formasında 14 enerjisi daha çox 5 və 19-cu enerjilərə təsirdədir. Bu arada onu da deyim ki, 14 proqrama maddə və sağlamlıq kanalında olanda və ümumiyyətlə bu şəkildə olanda nəzərə alaq ki, bu mənfi kanaldır. Bu şəxslərə ümumiyyətlə kredit məsələlərində mümkün qədər uzaq durmaqları tövsiyə olunur. Yəni maddi zənginliyə gedən yolda kredit onlar üçün uğurlu bir seçim deyil. Ananın
madde dünyasındakı mənfi kodları olan üçlü proqrama baxırıq və biz burada hansı bir qanuna uyğunluğu görürük. Matrisanın horizontal xəttdən aşağı olan hissəsində proqramlar olduqca təkrarlanır. Bu hissəni zaten açıqlama vermişdik. Mərkəzi hissə də eyni ilə açıqlama verilmişdi və bu hissəyə baxırıq. Bu hissədə də portretdəki eksklüziv proqramını görürük. Amma yenə də burada 17-ci enerjinin hakim yox, 8-ci enerjinin daha çox təsirli olduğunu görürük. Proqramı biz bu şəkildə götürəndə nə görürük? 8-ci enerji isə ananın mənfi tərəfidir. Ana xəttinin mənfi kanalında dayanır. Bu nasivin anadan və yaxud da ki, ailədə olan femin enerjidən mənfi təsiri daha çoxdur. Ana tərəfdən daha çox travmalara məruz qalmış bir nasivdir. Dostlar, deməli bu matrisanın üçlü proqramlarını demək olar ki, nəzərdən keçirdik. Bizdə qalan hansı proqramlar oldu? Münasibətlər kanalındakı üçlü proqram, maliyyə kanalındakı üçlü proqram, anahata çakrasındakı üçlü proqram. Bu mövzu belə, yəni burada 17-dir, 5-dir və onların ikisinin birləşməsində 22-ci enerjidə. Yəni bu 3 zonadakı üçlü proqramları biz münasibətlər və maliyyə mövzusuna aid eləyirik. Bu bizim növbəti videomuzun mövzusu olacaq. Hələlik isə videonu bəyəndinizsə like işarəsi qoyun. Suallarınız varsa suallarınızı verin. Yox, suallarınızı açıq şəkildə verə bilmirsinizsə, videonun sonunda Instagram səhifəsi qoyacağam. Oradan şəxsdən yaza bilərsiniz. Mütləq cavablandırılacaq. Videonu məlumatlı hesab edirsinizsə, dostlarınızla paylaşa bilərsiniz. Növbəti videolara dək.